Assalamu alaikum benim değerli, əziz izləyicilərim, daim izləyicilərim, yeni gələn izləyicilərim. Çox sağ olun, var olun. Allah köməyiniz dursun hamımıza inşallah. Mən də səhər yeməyi, diyet yeməyi hazırlayıram özümə. 2 biberdir, iki yumurtanın ağıdır, xiyar, göyərti, markov, kök. Göyərti zövqə görədir, bir də Holland pendiri. Tez də pişir. 15 dəqiqəyə hazır olur. Sonra keçdim mətbəxi təmizləməyə. Salih yeməklər də hazırdır burada. Bismillah ilə mətbəx təmizliyinə başladım. Tabii Salih mənə imkan vermir, yenə də özümü müdafiə edərək özümü saxlayıram. Çünki çox agresif olub bu aralar. Amma həqiqətən də çox da şirin olub. Səsin çox yerdə səsini bağlamışam. Yəni Salih başa düşmür də. Özünlüyündə elə bir üçün mənə köməklik edir Salih. Kabları yuram. Yudum, tutardım kabları, sildim, hazırladım. Çünki mənim dərslərim, 3-cü, 4-cü günlər dərslərim var. İstəyirəm ki, işlərimi tez bitireyim. Allah hamıya kömək olsun, sizlər də onun içində, bizlər də onun içində inşallah. Kanalıma dəstəyinizi əsirgəməyin. Allah hamımızdan razı qalsın. Bilirəm, siz də mənim irəli getməyimə cəhd edirsiniz. Kanal irəli getsin. Yeni gələn izləyicilər də var. Allah hamımızdan razı qalsın. Onlar canlıdan gələnlər mənə. Çox sağ olsunlar, var olsunlar. Yenə şənbə bazar günü canlım olacaq. Yenə Allahın izniyle gələrsiniz. Çalışacağım biraz tez açam. Çünki başqa canlı da düşür üst-üstə. Baxış sayı da az olur da. Burada özümü də gülməkdən saxlamışam özümü Salih'in dediklərinə. Səsini incəltdim, nazikləşdirdim. Çox sağ olun, var olun ki, yanımdasınız, dəstək olursunuz. Çox sağ olun. Əlimdən bu qədər gəlir. Bəlkə də hansısa deyirsiniz bu nə videodur. Mən də Salih'e görə bu videoları çəkirəm, paylaşıram. Gəlir olsun deyə. İnşallah ki də dəstək olursunuz, var olun, əziz olun. Haqqınızı halal edin. Rusiyada bilirəm ki, internet zəifdir. Qızlar yazırlar, çətinliklə girirlər internetə.